Mədəni afişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Heydər Əliyev sarayında 10 oktyabr saat 19-da Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində 10 oktyabr saat 19-da xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşovun yaradıcılıq gecəsi keçiriləcək. Azərbaycan Dövlət Pantomim Teatrında 11 oktyabr saat 18-də Bəxtiyar Xanızadənin Son Ştrix tamaşasına baxa bilərsiniz. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 11 oktyabr saat 19-da Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq. Bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 11 oktyabr saat 19-da İlyas Əfəndiyevin əsəri əsasında Xurşudbanu Natəvan tamaşasına baxa bilərsiniz. Azərbaycan Dövlət Akademik Musiqili Teatrda 11 oktyabr saat 19-da Səid Rüstəmov və Məmməd Səid Ordubadinin 5 manatlıq gəlin komediyası təqdim olunacaq. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 11 oktyabr saat 19-da Anarın əsəri əsasında Uydi İzmayix Snov tamaşası nümayiş olunacaq. Şuşa Dövlət Musiqili Dram Teatrında 12 oktyabr saat 12-də Abdullah Şaiqin əsəri əsasında Danışan Gəlincik tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 12 oktyabr saat 19-da İlqar Fəhminin Şah Abbas Namə tamaşası təqdim olunacaq. Tamaşa yazıcı, dramaturq İlqar Fəhminin 50 illik yubileyinə həsr olunur.